azadlıq, məsuliyyət, tolerantlıq, sosial ədalət və bərabər imkanlar. Elə fikirləşməyin ki, indi hansısa utopik quruluşdan danışacaq. Hədəfimiz nə kommunizm prinsipləri, nə də uşaqlıqda ədalətli, xeyirxah qəhrəmanlarını özümüz üçün ideallaşdırdığımız nağıl aləmidir. Müsahibini kommunist ideyalarına yaxın saymaq heç vəclə mümkün deyil. O ki, qaldıq xeyirlə şərin mübarizəsinə, ağ atlı oğlana və kiçik şahzadəyə, bu barədə mənim qəhrəmanımın verdikti daha sərtdir. Mən çalışmışam ki, heç vaxt nağıllarla aldanmayın. Sonradan inanmayacağı ilk nağılını Asim anası Tomris xanımdan eşidib. O 1953-cü ildə iyunun 6-sında 30 ildən də artıq müddətdə nevroloji mərkəzin rəhbəri işləyən professor Nazim Mullazadənin ailəsində dünyaya göz açıb. Bakı şəhərində sualını verərkən tez ehmalcı qımışaraq şəhərdə, içəri şəhərdə dedi. Həkim Mullazadələr ailəsində təhsil məsələsi həmişə prioritet götürülüb. Sonradan siyasət meydanında çox çaxnaşıqlara düşəcək müsahibinə ilk dəfə seçim dilemması məhz təhsil zəminində agah olub. Valideynlərim mənim rus məktəbinə göndərməyim babamı çox qəzəbləndirib. O özü müəllim idi. Onun üçün ümumiyyətlə təqribən 5 il mən paralel həm rus dili təhsilini məktəbdə alırdım. Azərbaycan dili proqramı da babam özü mənimlə məşğul olurdu ki, mən ana dilimi mükəmməl bilim. Mən Bakının bugün mənim dairəmdə olan 164 nömrəli məktəbdə təhsil almışam. Bu məktəbin məzunuyam. Bir neçə ildə ilkin deməli ibtidai məktəb 134-cü məktəb. Müsahibin məktəbdə dərs əlaçısı olur. İllər sonra qurucusu olduğu Demokratik İslahatlar Partiyasının əsas dəyərlərini elə valideynlərindən öyrənirmiş. Asim Mullazadə deyir ki, onlar olduqca liberal idilər və nə yaxşı ki, mənə dərs oxumağı, əsl əmək, işləmə spektrində öyrədə biliblər. İnsanlar onun potensialının cəmi 25%-ni istifadə edirlər. İnsan beyninin inkişafı üçün, onun imkanları üçün, siz dediyiniz ağılı inkişaf elətdirmək üçün böyük bir potensialımız var. Sadəcə olaraq hər bir insan üzərində işləməlidir. Ancaq əməyin nəticəsində insanın imkanları artır və təbii olaraq mən burada ilk növbədə intellektual əməyi nəzərdə tuturam. Hər bir insan özünü inkişaf etdirmək üçün mütaliə etməlidir, yeni bir şey öyrənməlidir. Mən çox vaxt gənclərə bununla bağlı müraciət edirəm ki, zamanı kaybetməyin, zamanı itirməyin. Hər gün neysə oxuyun, hər gün neysə öyrənin. Bizim vaxtımızdan fərqli olaraq bugün informasiya əldə etmək imkanları çox genişdir. Mən hətta həsrətlə baxıram bu imkanlara ki, çox vaxt hansısa həm xüsusi elmi informasiyanı əldə etmək üçün çox ağır bir işlər görməyə biz məcbur idik. Bugün müvafiq internet saytına müdaxilə etməklə bir neçə dəqiqənin ərzində istənilən məlumatı, biliyi, kitabı əldə etmək olur. Və düşünürəm ki, bu fürsətdən, bu imkanlardan gənc nəsil mütləq bəhrələnməlidir. Kimsə gözləyir ki, hansısa bir möcüzəvi bir qəhrəman gəlib onun problemlərini həll edəcək, hansısa bir möcüzə baş verəcək, bilmirəm, qar-qarısı, kimsə gələcək, bir cadu eləyəcək və insanın bütün problemləri həll olacaq. Əslində belə deyil. Müsahibimdən soruşdum ki, yaxşı, nağıllara inanmırsınız, bunu başa düşdük. Bəs əgər belə bir fantastik imkan yaradılsaydı ki, geriyə, uşaqlıq dövrünə dönəsiniz və hər bir oğlanın uşaqlıqda arzusu olan futbol topunu, velosipedi, oyuncaqları və dondurmanı gecə-gündüz internet qarşısında material toplamağa dəyişəsiniz. Məyər birinci sadaladıqlarım qalib gəlməzdimi? Darıxardım. Mən düşünürəm ki, müəyyən qədər dünyaya gözü açıq münasibət formalaşmalıdır. Hər gün yeni bir bilik, hər gün yeni bir maraqlı bir bilik əldə etməyə və çox vacib bir amil öz peşənlə, özünün məşğul olduğu gündəlik işlə bağlı olan bilikləri əldə etməyə cəhd edilmək lazımdır. Bilavasitə bu bizim gəncliyə
bu istiqamətdə ciddi maraq göstərməyə ehtiyacı var. Düşünürəm ki, əks halda əks işlər tənbəlliklə ancaq izah oluna bilər. Kim ki deyir ki, mən bilikdən, informasiyadan sıxılıram, deməli tənbəldir, işləmək istəmir. Asimi gənclikdə nə də olsa da tənbəllikdə qınamaq mümkün deyildi. Həkim ailəsində böyüməsi onun gələcək ixtisasını seçməsində başlıca faktor rolunu oynadı. Müsahibim Azərbaycan Tibb İnstitutuna daxil olmaq qərarına gəlir. 1976-cı ildə isə Azim daha bir taleyüklü qərarını verir. Özü ilə bir qrupda təhsil alan Gülarə adlı xanımı ömürgün yoldaşı seçməklə.